Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri və bizi sevərlər. Bu günlərim yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlarımız, qanuni şəkildə, legal şəkildə kanallara baxmaq istəyirsinizsə, bu günlərim sizin qarşınızdayım. Əziz dostlar, Rus kanallarına, Türk kanallarına kabel xətti olmadan, sadəcə internet vasitəsilə evinizdə smart televizorlardan, Samsungdan, LG-dən, hər hansı bir model televizorlardan rahat şəkildə izləyə bilərsiniz. Nəzərinizə çatdırım ki, bu proqramların, bu verdiyim kodların, proqramların hansı sadəcə bilgiləndirmə məqsədi ilə paylaşılmışdır. Heç bir təhlükəli, heç bir ziyan verici bir proqramlar paylaşılmır bizim kanalımızda. Bütün kanallar sadəcə eğitim məqsədi ilə paylaşılmış videolardır. Əziz dostlarımız, hər hansı bir televizorda bəzi qardaşlar var ki, sual verir ki, sən niyə ancaq televizor proqramını tərifləyirsən? Mən televizor proqramı tərifləmirəm. Sadəcə televizor proqramının içində olan funksiya daha asan, daha insanlar üçün rahat bir proqramdır. Ona görə də bunları mən sizlərə göstərməyə məcbur bilirəm özümü. Əziz dostlar, Samsung televizorunuzla, LG televizorunuzla girirsiniz, bilirəm. Bəzi insanlar var ki, yazır ki, məndə falan proqram yoxdur, onu necə yükləyə bilərəm? Onun da haqqında məlumat gələcəkdir. Zəhmət olmasa axıracan izləyin. Diqqətli şəkildə baxın. Proqramımızın adı, bugünkü proqramımızın adı televizordur. Televizor proqramını yükləyirsiniz. Əziz LG sevərlər, bax diqqətli şəkildə baxın. Bax televizor. Bu proqramı görürsünüz. Bunu indi qaldırıram. Tamam deyirəm. Diqqətli şəkildə baxın. LG televizorları və Samsung təzə model televizorları isə bunu yaza bilər. Diqqətli şəkildə baxın. Hər şey aydın şəkildə göstərilir. Sadəcə bilgiləndirmə məqsədi ilə göstərilir. Bu 9 XTRM kod proqramını yükləyə bilərsiniz. Bu günlərim mən LG 9 belə yazılır. X yazan kimi bunu birbaşa yazan kimi gəlir. İndi bu günlərim mən sizə televizor proqramını yükləyəcəm və bunun haqqında biraz sizlərə məlumat verəcəm. Rus kanalları da qəşəng şəkildə işləyəcəkdir və Türk kanalları qanuni şəkildə işləyəcəkdir. Videomuzda bəzi insanlar var ki, yorumlar yazır. Əziz qardaş, paylaşdım bunu, düzdür, amma donma falan var. Əziz izləyicilər, zəhmət olmasa bunu bildirmək istəyirəm ki, olmamağını istəyirsinizsə, yəni burada hər hansı şey paylaşanda bura nəzərinizə saxlayın ki, 1000 nəfər, 2000 nəfər adam giriş eləyir. Bu normal bir şeydir. Yox. Bəzi adam var ki, deyir ki, qardaş, şeydir, niyə baha satır, niyə bahadır bu? Şəxsi özünüz üçün əlbəttə ki, bu belədir. Heç vaxt tək kimsə, yəni indi burada tam deyə bilmirəm, yorumlarda yazacam sizlərə, düzgün şəkildə sizlərə məlumat vermirlər. Çünki həmişə hardan alırsınız alın, lisenziyalı alın. Əziz dostlarımız, lisenziyalı. Yeni listə oluşdur. Diqqətli şəkildə baxın. Birinci yox, ikincinin üzərinə gəlirik və ok pronunkasını basırıq. Bu 4 dənə xana cavab çıxacaqdır. Bəzi adamlar var, birincini basır, 2 xana çıxır. Mənə sual verirlər ki, bəs bizdə 2 ədəd gəldi, niyə səndə 4 ədəddir? Əziz dostlar, bir dənə zəhmət olmasa yaxşı baxın. Nəyi seçirik videomuzda aydın şəkildə göstərilir. İndi sizlərə super şəkildə paylaşacağım. Xoşunuzda gələcəkdir. Və heç bir problem də olmayacaqdır əziz dostlarımız. Həmişəki qaydada birinciyə öz adınızı,
Mən bir dənə kiçik bir hərf qoydum. İkinci hissəyə 2 nöqtə qoyuram. 2 nöqtə yəni ikinci cərgə deməkdir. Yazdıqdan sonra burada verilən hər hansı bir hər hansı bir proqramlar, verilən hər hansı bir hər nəysə hamısı qanuna uyğun şəkildədir, rahat şəkildə evinizdə işlədə bilərsiniz və hər hansı bir proqram Google Play Marketdən kənarda bir proqram yükləyirsinizsə, zəhmət olmasa güvəndiyiniz antivirus proqramından onu keçirməyinizi sizlərə məsləhət görürəm. Güvəndiyiniz antivirus proqramından keçdikdən sonra əgər hər hansı bir virus varsa onun içində antivirus proqramı sizlərə həmin dəqiqə məlumat verir və həmin o virus tapılan proqramı qəti sürətdə nə televizorunuza, nə telefonunuza heç bir yerə yükləməyin, çünki bilgi oğurlamaq problemləri ola bilər. Ümumiyyətcə, güvəndiyiniz yerlərdən həmişə maraqlanmağa çalışın. Ümumiyyətcə, hər şeyin rəsmi öz saytları var, oradan alın. Hər bir şey. Və son qismi isə 4 nöqtə qoyuram. Başlıq hissəsini 2 xətt P-dan başlayan 2 xəttə kimi yorumlarda sabitləyəcəm. Kanalımıza abunə olmayan heç bir şəxs görməyəcək onu. Abunə olub çıxan şəxsləri də görürəm. Həmin şəxslər adı ora düşür və həmin adamları birbaşa oradan bağlayıram. Yəni bunu bilin. Abunə olub həmin hissəni yazıb sonra abunəlikdən çıxan insanlar, yəni mən görürəm birbaşa sistemdə və həmin adamı 1 saniyə çəkmir belə bloklayırıq. Sonra da o yazır ki, ay belə oldu, ay nə oldu. Kardeşlərim də var benim oradan Türkiyədən, ancaq amma onların hepsi bizim kardeşlərimiz. Bunu yazdıktan sonra və əziz dostlar, bundan sonra bu aparat barəsində məlumatlar gələcəkdir. İndi burada çalma listəsi yaradacağım. Bundan sonra kanal yığmaq, normal crossing aparatlarının kanallarını yığmaq üçün həmin onları ora qoyacağım. Sonra isə bu OpenBox-dur, StarSat-dır. Burada məsələn D-Smart aparatının aparatı var. Onları da sizə təqdim eləyəcəm. Və yaxın zamanlarda TV-Box aparatları istəyənlər var idi məndən. Mən başqa yerlərə yönəldirdim, məcbur. Özümüzdə olacaqdır. Hər şey bizim özümüzü təmin eləyəcəyik. İstəyən şəxslər indi burada paylaşacağım YouTube kanalımızda. Yəni istəyən şəxslər varsa birbaşa bizlərə əlaqə saxlasınlar deyə. Əziz dostlarımız, əziz qardaşlar və kayd et sözünü basırsınız. Bu üçüncü basırsınız, kayd et sözünü basırsınız əziz izləyicilər. Və biraz əlbəttə ki, internetinizdən asılı olaraqdan yüklənməyi, fırlamağı gec ola bilər. Yəni hamısını diqqətli şəkildə baxın. Necə işləyəcəyini, necə hərəkət eləyəcəyini baxın. Artıq bütün hər şey açıldı. Bundan sonra mən sizlərə göstərə bilmirəm. Artıq bütün hissələr yığıldı və biraz da sizlərdən söhbət eləyib və videomuzu bağlamaq istəyirəm. İndi burada siz özünüz həmin o hissəni qoyacam. Diqqətli şəkildə baxın əziz dostlar. Əziz izləyicilər, burada bəzi insanlar var, ağzına gələni yorumlarda yazırlar. Onları görürəm, həmin dəqiqədə bloka düşür. Yəni bizim kanalımıza qəti sürətə həmin adam baxa bilmir. Bizdən məsəl üçün WhatsApp nömrəni bu adda qeyd eləyirəm. Zəhmət olmasa almaq istəyən şəxslər sadəcə yazsınlar ora. Almaq istəyən şəxslər. Yazmaq istəyənlər isə sabah saat 9-dan axşam saat 6-ya, 7-yə, 8-ə kimi dacı rahat şəkildə yaza bilərlər. Gecə saat 1-də, 2-də, 12-də
qəti sürətdə 12-də qəti sürətdə yazmayın, zəhmət olmasa. Mənim bu sizdən xahişimdir, çünki həmin gün evdə oluruq, artıq bütün bağlayırıq, biz də insanıq, istirahətdə oluruq. Ona görə sizlərə tövsiyəm odur. Ümumiyyətlə, cavab versəm belə, çətinliklə cavab verirəm. Özümdən asılı deyil. Bundan sonra kamera incələmələri gələcək, belə kameraların, bunların. Sonra cross aparatın incələməsi gələcək, sonra belə DVR-ın incələməsi gələcək. Bax, burada gördüyünüz bütün hər şeylərin incələmələri gələcəkdir. Videolarımızı bəyənirsinizsə, xoşunuza gəlirsə like qoyub, yorum yazmağı unutmayın və bir də əziz izləyicilər, girirsiniz videolara baxırsınız, like qoymaq yaddan çıxır. Yəni 5 dəqiqəlıq vaxtınız gedir. İlk 1 saniyə vaxtınız çəkmir. Amma biz bunu videonun çəkməkdən ötəri nə qədər vaxt çəkir bizim videolarımızı yaratmaq. Zəhmət olmasa bir dənə like qorub, bir dənə yorum yazmağı unutmayın. Hələlik izləmədə.